Bugün Xocalı və Ağdəriyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim edilib. Xocalının Xanabad kəndinə 9 ailə olmaqla 33 nəfər, Badaraya 10 ailə, 33 nəfər, Təzəbinə kəndinə 10 ailə, 60 nəfər, Ballıcaya 4 ailə, 22 nəfər, Xanyurdu kəndinə 4 ailə, 18 nəfər, Daşbulaq kəndinə 4 ailə, 13 nəfər, Ağdərənin aşağı ortaq kəndinə isə 2 ailə, 4 nəfər köçülür. Açarların təqdim etmə mərasimində çıxış edənlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib, doğma yurda qayıdan sakinləri təbrik ediblər. Xocalıya qayıdanlar arasında 10 yaşında oranı tərk edən 45 yaşlı Anar Buludxanov da var. Buludxanovlar ailəsi 10 övladı ilə birlikdə rayonun Təzəbinə kəndində yeni bərpa olunmuş evinə köçür. Ailə başçısı övladlarının doğma torpaqda təhlükəsiz, firavan və xoşbəxt yaşamasının ən böyük sevinc, qürur olduğunu deyib. Gözəl hissdir, yəni öz doğma 33 ildən sonra bu torpaqlara, 34 ildən sonra torpaqlara qayıtmaq yuxu kimi bir şeydir. Övladımın böyüyünün 19 yaşı var, Gəncə şəhər Aqrar Kənd Təsərrüfatı İnstitutunda birinci kurs tələbəsidir. Balaca övladımın da 1 yaşı var, 2 yaşına keçibdir.